Salam əziz xanımlar. Bugün biz sizinlə vinegret salatı hazırlayacağız. Bunun için bize ne lazımdır? Kırmızı lobya qaynadılmış, duzlu kələm, kök qaynadılmış, çuğundur qaynadılmış, kartof qaynadılmış, bir baş soğan, cəfəri və duzlu xiyar. Sonra kökümüzü doğrayırıq xırda-xırda. Sonra çuğundurumuzu doğrayırıq xırda-xırda. Sonra duzlu xiyarımızı doğrayırıq. Sonra soğanımızı doğrayırıq xırda-xırda. Ve pişmiş lobyamızı tökürük. Duzlu kələmimizi tökürük. Ve cəfərini doğrayırıq. Cəfərimiz de hazır olduktan sonra üzerine duru yağ, zövqə görə bir xörək qaşığı və yaxud 2 xörək qaşığı tökə bilərsiniz. Qarışdırdıqdan sonra baxın, əgər azdırsa biraz da əlavə edə bilərsiniz. Və duzunu, üstiyotunu zövqə görə atırsınız. Bu bizim hazır salatımızdır. Abone olmayı unutmayın.